Bir neçə vaxtdır ki, gündəlik rutinimi sizinlə bölüşürəm. Bugün biraz fərqlilik elədim. Çıxdım Xırdalanı gəzməyə. Üz tutdum 1 manatlığa. İnanın adı 1 manatlıq olsa da özü çox möhtəşəm. Gördüm uşaqlar da dayanmır, dedim gəlin gedək, biraz sizi gəzdirim. Həm bir balaca alış-veriş eləyim, həm də sizi əyləndirim. Uşaqlar özləri üçün oynamağa top aldılar. Mən də evə lazım olan bir-iki şeyləri. Biraz da bazarı gəzdim. Bu bazarı görəndə ürəyim gedir. O qədər bəyənirəm ki, Xırdalanın bazarını. İnanın ki, möhtəşəmdir. Nə axtarsaz tapacaqsınız. Paltar yuyacaqdım, dərmanım bitmişdi. Gəldim ki, dərman alam. Dedilər ki, burada kartla ödəmə yoxdur. Keçdim başqa mağazaya. Buradan bir-iki dənə paltar üçün paraşok alıb gəldim. Uşaqlarla əylənməyə, əylənə gəldik və sizlə də hər yeri bölüşürəm də detayı ilə görürsüz. Elə onda zəng gəlir ki, Bibi bizi də gəzdir. Qardaşım uşaqlarını da götürüb gəlirəm parka. Biraz da burada bunların vaxtını keçirdim. Xırdalan son 3-4 ildir tamamilə demiyorlar ki, dəyişib. Hər şey var. Yollarının probkası olmasa hər şey əla olar. Zaten mənim işim də Xırdalandan kənar deyil deyə mənə sərf eləyir. İşi şəhərdə olanlar, tələbələr üçün təbii ki, çox çətindir, amma burada Xırdalanda qalanlar üçün əlverişlidir. O üçün mən buranı bəyənirəm. Uşaqları gəlinimizə tapşırıb, qaça-qaça gəldim ki, mənim evdə işlərim çoxdur. Çatan kimi evləri pir sosladım, qabları yudum, yeməyimi bişirdim. Düzü işimi görüb çıxanda daha rahat oluram, amma işim elə gətirdi ki, mən çıxmalı oldum və evə alınacaq bir-iki nələrsə vardı. Bugünlük də bu qədər, sağ olun.